Elizabeth Mutuku visited Agadam village, one of the most affected areas. Kenyanın TV47 telekanalı Qarabağda aparılan mina təmizləmə prosesini dünyanın ən böyük humanitar proqramlarından biri kimi dəyərləndirib. Telekanal Azərbaycanın regionu geri qaytardıqdan sonra üzləşdiyi əsas problemlərdən birinin məhz mina təhlükəsi və bərpa işləri olduğunu vurğulayıb. Karabakh is one of the most... Rəsmi hesablamalara görə ölkə ərazisinin təxminən 12%, əsasən Qarabağ və ətraf rayonlar 1,5 milyona qədər mina və partlamamış sursatdan çirklənib. Telekanalın müxbiri Elizabeth Mutuku mina təhlükəsindən ən çox zərər görən ərazilərdən biri olan Ağdama səfər edərək reportaj hazırlayıb. Reportajda qeyd olunur ki, bu ərazilərdə minalar hələ torpaq altında, yolların kənarında, yaşayış evlərində və kənd təsərrüfatı sahələrində gizli qalır. Qarabağ dünyanın ən çox minalanmış regionlarından biri kimi təqdim olunub. Jurnalistin sözlərinə görə mina təmizləmə prosesi həm mürəkkəb, həm də son dərəcə təhlükəlidir. İstehkam qrupları hər bir siqnalı diqqətlə yoxlayaraq əraziləri mərhələli şəkildə təmizləyir. İstehkam xidmətinin nümayəndəsi Namiq Balayev telekanala bildirib ki, prosesin nə vaxt başa çatacağını dəqiq demək mümkün deyil. Ərazilərin ciddi şəkildə çirklənməsi və mina xəritələrinin dəqiq olmaması prosesi xeyli çətinləşdirir. Telekanal vurğulayıb ki, müasir texnologiyalar, xüsusi texnika, dronlar və mina axtaran itlər istifadə olunsa da, işin böyük hissəsi hələ də əllə aparılır. Bildirilib ki, indiyədək yüzlərlə hektar ərazi təmizlənib, minlərlə partlayıcı qurğu məhv edilib, lakin geniş sahələr hələ də təhlükəli olaraq qalır. Hökumət yalnız tam təhlükəsizlik təmin edildikdən sonra əhalinin geri dönüşünə icazə veriləcəyini açıqlayıb. Bununla belə artıq bəzi yaşayış məntəqələrində mərhələli qayıdış prosesi başlayıb, yollar isə tədricən yenidən açılır. Reportajın sonunda vurğulanıb ki, vaxtı ilə kənd təsərrüfatı üçün istifadə olunan bu torpaqlar müharibədən sonra minalarla yaralansa da, aparılan təmizləmə işləri məcburi köçkünlərin yaxın gələcəkdə geri qayıdacağına ümid yaradır.